Demək uşaqlar bu gün Ramala IQ testi eləyirik. Görək neçəsini biləcək, neçəsini bilməyəcək. 5 dənə sualımız var. Birinci sualımız gəlir. Everest kəşf edilməmişdən əvvəl dünyanın ən yüksək dağı hansı idi? Zoologma. Nə desən? Zoologma deyirəm amma əmin deyiləm də. Mən cavabım budur. Aha. Səhvdir. Everestin özü idi. Kəşf edilməyib, ancaq yenə də dünyanın ən böyük dağı oldu da. Bir də 1-0 gedir Ramal. Ramalda hamısını bilməsini gözləyirdim. İkinci suala keçirik. 100-dən neçə dəfə 10 çıxa bilərsən? 100-dən neçə bir dəfə. Haqlı. Bu səfər bildi. Xoşuma gəldi va. J10 deyəsiydi. Ya sadəcə bir dəfə çıxmalı. Çünki 100-dən 10-u çıxanda 90 olur. 90-dan 10 çıxmış olursan. 2 saat 10 tutdun da burada kəlmə oyunları var. Sındırıq var ya burada. Bir yarışda sonuncunu keçsən neçənci olar? Sonuncunu keçsən, Hə. sonuncudan əvvəl keçsən. Neçə səfər varsa. Sonuncudan əvvəlki cavabım budur. Sən bir yarışda heç vaxt sonuncunu keçənməzsən. Çünki sonuncudan sonrakı yoxdur da, yəni sən onu necə keçə bilərsən? Sonuncudan axırda adam varsa zaten sən o sənsən. Onun keçən bilmirsən axı. Tam sən özün. Mən səndən çox şey gözləyirdim ha. Hansı ayda 28 gün var? Hər ay 28 ya, bu klassik sual. Qəşəng. Bu bilinən sual idi. Yaxşı, son sualımız gəlir. Ortalama bir insanın neçə dənə ad günü var? Neçə dənə? Hə. Bir dənə. Həqiqətən neçə dənə sual bilmədin? 5-də yarım IQ-muz var. İkisini bilmədim. 5-də 3 oldu. İkisini bilmədim. Everest bilmədim. Yəni bir şey bilmədim. Yarışın neçəsini keçdiyini bilmədim. İnşallah siz neçəsini tapdınız yazın yorumlara.